Kamal xanım, mən siz burada nə soruşmaq istəyirəm? Narsis bəyin yataqda münasibəti necə olur xanımla? Sənin istəklərin ona ümumiyyətlə maraqlı deyil. Sən 40 qızdırmadasan, əgər onun ağlında nəsə varsa, o onu sənə məcbur elətdirəcək. Və sən deyəndə ki, mən yorulmuşam, mənim 40 qızdırmam var, uşaqlarla bugün bütün günü qaça-qaçda olmuşam, o sənə nə deyəcək? Mən onda gedim xəyanət eləyəcəm. Onda mən gedib başqası ilə münasibət quracağam, sən də qalacaqsan burada uluya-uluya. Bax, belə də deyirlər. Əgər bir kişi sizi bu intim mövzuda bununla şantaj eləyirsə, o artıq bəli ki, sən bunu məsəl üçün mən dediklərimlə razı olmasan, mən gedəcəm başqasını tapacağam özümə və s. Bilin ki, siz hal-hazırda narsistik bir vəziyyət yaşayırsınız. Sizin şəxsi sərhədləriniz yoxdur. Narsis bir də nə sevir? Pulla şantaj eləmək. Sən mənim puluma möhtacsan, pulla əzir və sənin o pula ehtiyac duyduğunu bilə-bilə o pulu səndən kəsir. Bilirsən ki, yoldaşımın məsəl üçün 5-10 mini var da, məsəl üçün. Yəni 1000 manatı, yaxşı, 1000 manatı var. Və sənə oradan bir 50 manat lazımdır. Ya sən ona elə vəziyyət yaradacaq ki, sən ondan o pulu yalvara-yalvara alacaqsan, ya da ümumiyyətlə onu verməyəcək. Amma o pula gedəcək özünə nəsə alacaq. Dəyərsiz bəlkə də. Bəli. Gedəcək özünə qəşəng paltar alacaq, maşının dəyişəcək, maşının təkərlərini dəyişəcək. Sən də deyəcəksən, bəs mən elə belə deyə də ömrümüz gedəcək. Əslində ola bilər ki, narsist ümumiyyətlə həyat yoldaşının yatağında ayırsın. Onu da bilirsiniz niyə eləyir? Cəza vermək üçün. Xanıma cəzalandırsın. Narsistin fikri, zikri ancaq cəzadır. Narsist bir də bilirsiniz nə edir? Məsəl üçün qonaq getməyə hazırlaşırsınız. Geyindiniz, keçindiniz. Narsistin bir dənə beyni tutdu. Deyəcək, sənin əynindəki paltarı mən bəyənmədim. Mən tək gedirəm. Səni belə pərt-pərt qoyacaq evdə. Özü gedəcək, gəzəcək, ya qonaq gedəcək, ya dostları ilə görüşəcək, səni belə cəzalandıracaq və sən oturub özünü günahkar biləcəksən ki, mən gərək bu paltarı geyinməzdim. Bu vəziyyətdə xanım neynəsin? Bu vəziyyətdə xanım özü heç nə eləyə bilməz. Açıq deyirəm. Yəni burada bilirsiniz, bu əməli başlı bir terapiyadır. Burada nəsə eləmək, çıxıb getsə o münasibətdən, bir müddətdən sonra daha betər münasibətə düşəcək. Nədən qaçırsa? Və yaxud da siz nə edəcək? Yaxşı münasibətə girəcək, deyəcək, ayda, köhnə mənim partnyorum, darıxıram onun üçün. O deyirlər, pis oğlanlar üçün darıxmaq eyni O pis oğlanlar üçün darıxmaq deyil. Pis oğlanların yaratdığı beta endorfin qarmonu var. Səni belə deyim də, o təbii narkotik deyirlər də ona. Onun sənə verdiyi o həzz hissi üçün sən yəni darıxırsan. Yəni onun üçün darıxmırsan. Sən bilirsən ki, o boşdur. Sən bilirsən ki, ondan sənə xeyir gəlmir. Sən bilirsən ki, o səni incitib, alçaldıb və s. bilirsən. Amma o qarmonu sən özün xoşbəxtliklə ifraz eləyə bilmirsən deyənə. Bax, sənə kişi gəlib xoşbəxt eləmək istəyir. Niyə xoşbəxt ola bilmirsən? Çünki sən özündə bədənin axır öyrəşib əziyyətlə o qarmonu almağa. Düzdürmü? Birdən-birə necə getsin sən dopamini, endorfini qaldırasan kəllə çarxa və deyəsən, "Vəsə, mən bitirdim hər şeyi, mən o münasibətə girirəm." Yox. Sən öz üzərində terapevtik olaraq işləyirsən, başa düşürsən nədir? Ən azı başa düşürsən. Dərk eləyirsən. Ən azı fərqinə varırsan ki, bu belə idi. Mən onu istəmirəm. Bir söz var, Türk serialını gördüm. Dedi ki, mən nə istədiyimi bilmirəm, amma mən nə istəmədiyimi çox gözəl bilirəm. Bax, bu sözü özünüzə deyin. Mən ola bilsin ki, bəlkə də hələ də narsistdən təzə qurtulmusunuz və yaxud da yəni yaxşı münasibətə hazır deyilsən, bəlkə də istəmirsən, bilmirsən o necə olacaq. Amma sən bilməlisən ki, mən bu şiddətə də dözmək məcburiyyətində deyiləm. Psixoloji şiddət, inanın ki mənə, döyməkdən, söyməkdən betərdir. Psixoloji şiddətdə olan qadınların siz üz cizgilərini görürsünüz. Gözlər həmişə belə düşüb, makiyajsız, gözün altı torba, həmişə bel bükülü, həmişə də öz sözünü bir cümlə ilə ifadə eləmir. Həmişə sənə o cümlənin arxasınca sənə aydınlıq gətirmək istəyir. Bax, məndə var idi o xasiyyət. Düzdür, mənim yoldaşım narsist deyil, amma mən insana sözü deyirdim. Deyirdim, mən məsəl üçün istəmirəm.
Bəli, yox deməyi bacarmırlar o qadınlar, o heç. Mən deyirdim istəmirəm. Sonra deyirdim, "Bir sən niyə istəmirəm? Bax buna görə istəmirəm. Sən Allah incimə. İncimədin ki, o da əl çəkdi." Yəni əl çək. Yox deməyi bacarmır qadınlar. Bu da uşaqdan gəlir. Hər kəsin qulluğunda dayanmaq istəyirsən ki, niyə? Hər kəs səni sevsin. Hər kəs səni tərifləsin. Niyə? Çünki tərifə ehtiyacın var. Enerji alasan. Axı nədən enerji alasan? Sən heç nədən enerji ala bilmirsən. Başa düşmürsən söhbət nədən gedir.